eləmə, olmaz. Tez-tez övladına bu kimi ifadələr işlədirsənsə, bu videonun sona qədər izlə. Biz olmazları deməmişdən qabaq uşağa izah etməliyik. Niyə olmaz? Bəlkə bizim olmaz dediyimiz şeylər həqiqətən də o uşaqda yaxşı nəticələrə aparıb çıxara bilər. Uşağa olmaz sözünü o zaman deyirik ki, həqiqətən də ona zərər yetirəcəksə və izah eləmək lazımdır. Niyə? Səbəb izah eləmədən uşağa daima yox, olmaz kimi ifadələr işlədirsinizsə, bir zaman sonra bu sözlər uşaq üçün adiləşir və öz belə deyim, ağırlığını itirir bu sözlər. Ona görə də uşaqlara izah eləmək lazımdır. Səbəb nədir mən sənə bunu qadağan etməyimdə? Səbəb nədir yox deməyimdə? Yəni siz düşünməyin ki, uşaq balacadır, yaşı azdır, başa düşmür. Əslində onlar çox gözəl başa düşürlər və uşağınızın bilinçli olmasını istəyirsinizsə, ağıllı formalaşmasını istəyirsinizsə, onları hər şeyə izah edin. Yəni hər şeyi onlara izah edərək böyüdün.